Anası erməni David Qurbanov. Bu əcdahalı qatarı görürsən, tramvayı. Sənin qəhbə anava itəliyirəm, sənin qəhbə arvadıva itəliyirəm. Necədir? Ləzzət eləyir, götün oğlu göt. Xırda. Siz peysərlərə görə əsəbləşmək lazımdır, əsəbləşdirmək lazımdır. Qəhbənin balası. Nə oldu bəs? Adamın mənə 150.000 avro pul təklif eləyirdi. Hər dəfə də deyəcəm, oğraş əlin ağıyır. Arvadı qəhbə Kamran Əliyev. Niyə yanında oturan o köməkçin var ya, şəmşirli. Çağırıb demirsən ki, Elşad vətən xainidir, mən ona cinayətçi atmışam. Sənin atan ona 150.000 avro vermək istəyir. Kimin tapşırığını yerinə yetirirdi? Öz yanından deməyib ki, ona deyiblər ki, gel Elşad Məmmədovu razı sal. Amma gəlib mənə 150.000 təklif eləyib David Qurbanov öz videolarını pozdurdu. Bax David Qurbanov, bax bu avtobusu görürsən, bu avtobusu da sənə varatarlıq eləyənlərin qəhbə arvadlarına, qızlarına itəlirəm. Qəhbə hakimiyyətsiz, qəhbə nəsilsiz David Qurbanov əmdiyin südün içinə töküm, anavın əmcəyinə soxum, qəhbənin balası. Onu video pozdurmuşsan, bu oldu nəm 50-ci video, 51-ci video, hesab itibdir. Hər dəfə tramvay görəndə, qatar görəndə, belə möhtəşəm avtobuslar görəndə sənin anavın əmcəyinə itəliyəcəm. Bir dənə də qatar o yandan gəlir, tramvay. Bu tramvayı da David Qurbanov, sənin paşa evlərdən aldığın, 5-ci əl aldığın qəhbə arvadıva itəliyirəm. Bir tramvay oradan gəlir, görsən. Bunu qəhbə arvadıva itəliyirəm, bax. Bir tramvay da bu yandan gəlir, bax. Tramvaylar ölkəsi. Bu tramvayların hamısını bir-birinə qoşuram belə, itəliyirəm sənin qəhbə arvadıva, erməni anava, sənə varatarlıq eləyənlərə, qəhbənin balı, sənin kişiliyivə soxum, sənin namusuva soxum, sənin qeyrətivə soxum, sənin milyardların ola bilər qəhbənin balası, erməni südü əmən, amma sənin kişiliyin yoxdur. Hər dəfə tramvaylar görəndə səni şeyimdən keçirdəcəm, oğraşın oğlu qəhbənin balası, tu sənin qeyrətivə, tu sənin namusuva, göt oğlu göt. Öz 10 videoyu pozdurdun ha, qəhbə mehribanın, oğraş İlhamın videolarını pozdurmadı. Biri o yana getdi, biri də bu yana getdi. Elşad da bu yana gedir. Götün oğlu göt. Bax peysərə, cındır oğlu cındır. Sənin yaşayışıva soxum.